İxvatil əizzə, əziz və çox dəyərli qardaşlar və dinləyicilər və izləyicilər, Qızıl Üç əsrin içərisində seyr etməyə davam edirik. Sığar tabi'in və ətbəət tabi'in və tabi'inlərə tabi olanlar və alimunəl yevm, bugünkü bizim qəhrəmanımız, alimimiz min əcəllil uləməl hədis, hədis elmində cəlalət sahibi olan alimlərdən, bəl huvə əmirül müminin fil hədis, öz zamanında hədis elminin möminlərinin əmri ləqəbini almışdı. Siz bu ləqəbi İmam Buxari'də duymuşdunuz. Doğrudur. Amma bu hələm ondan öncəki mərhələdir. Həlim işi yuxi, onun şeyhlərindəndir. Öz zamanında, bəli, o hədis elminin imamı. Hətta ulema deyir ki, hədis elmindəki olan imamların müəllimi və hədis elminin əmirəl müminin elmində möminlərin əmri sayılırdı. Hədis elmindən anlayışı olan elm tələbələri onu tanıyar. Şu'bə. Huva İmam Şu'bə İbn Həccac İbn Əl-Vard Əl-Atqi Abu Bustam künyəsilə. İmam Şu'bə kimi tanınır. İmam Şu'bə çox fakir, yoxsul bir ailədə dünyaya gəlir və erkən, artıq 2 yaşından atasını itirir. Bu körpə, zavallı uşaq 2 yaşından yetim qalır və atası çox yoxsulluydu, fakir. Atası dünyasını dəyişəndə də anasına heç nə buraxmır. Çünki o qədər yoxsuluydu ki, ailə o qədər fakir kasıb idi ki, subhanallah, anası yetim uşaqla heç nə, təsəvvür eləyin, çox acınacaqlı bir fakir, yoxsulluq yaşayırlar. Buna rağmen anasının övladı haqqında çox böyük himməsi var idi, motivasiya. O inanırdı ki, o bir ana kimi bu uşağı yetişdirəcək və onun haqqında böyük ümidləri var idi və yanılmadı. Bəli, İslam tarixində bu böyük şəxsiyyətləri məhz analar yetişdirib. Allah onlardan razı olsun. Deməli, uşaq atasını 2 yaşında itirir. 4 yaşına çatanda anası onu küttab, ibtidai məktəbə qoyur. Yazmağı, oxumağı və Qur'an-ı Kərimi əzbərləyir. Uşaq Qur'an-ı Kərimi əzbərləyir. 4 yaşına çatanda məktəbə qoyur və Qur'anı 2 ilə mutqin, mütəməkkin bir şəkildə əzbərləyir. Və sonra uşağın himməsi, motivasiyası, onun, yəni elmə olan marağı özünü təzahür edir və başlayır elm həlaqalarından həlaqalara getməyə. Və onun zamanı qızıl zamanı idi, böyük imamların, hədis ravilərinin, alimlərinin zamanı idi. Onların həlaqasında oturur, oxuyur. Subhanallah, və həmin alimlərdən birini fikrini cəlb edir. O alim Mis'ar İbni Kidam. O da bir Abdullah mübarəkdir. Çox zəngin olur, çox varlı, karlı bir tacir və alim olur. Alimül hədis və faqih. Görür ki, bu uşaqda qeyri-adi bir necabət var. Uşaqda istedad var. Deyir ki, in baqiyə hədə fəyəkunu ləhu şə'n. Əgər bu uşaq sağ qalsa, boya başa çatsa, onun böyük bir şanı olacaqdır. Yəni, ümmətin ulduzlarından olacaqdır. Baxın, qardaşlar, bu tacir, çox zəngin, varlı, alim, müəllim, şeyx, sizcə neyinir? Şu'bənin anasına elçi gəlir. Təsəvvür edin, Allahu Akbar. Və qadın təəccüblənir. Qadın deyir ki, mən qorxuram ki, uşağı itirərəm, uşaq məhv olar. Yəni, baxmada, yəni, bir insan mənlə ailə qurur, bəs uşaq harda olacaq? Deyir, mən təzəvvəcdü ki, illə li Şu'bə. Mən səninlə əsla buna görə ailə qururam. Mən Şu'bəyə görə sənə ailə qururam. Yəni, şərh verək, yəni, mən varlı, karlı insan. Çox varlı idi. Üstəlik alim, şeyx.
Hansı qapıya getsəm qız uşağı verərlər mənə. Yəni mən burada dul qadın alırım və uşaqlı. Özü də çox yoxsul və fəqir. Mən təzəvvəcdükə illə li şü'bə. Narahat olma ey xanım. Elə mənim səninlə ailə qurmaq məqsədim bu uşağı görə. Fə inni ara fihi necabətən. Yəni bu uşağı biz qorusaq, bərabər onu yetişdirsək, o ümmətin parlaq imamlarından biri olacaqdır. Çünki hiss elədi onda uşaqda qeyri-adi zəka, ciddiyyat, güclü hifz, himmə, yəni motivasiya çox yüksək. Subhanallah, o qədər yoxsul idi bundan qabaq ki, uşağın bir paltarı var idi. Demək olar ki, il ərzində o paltarı onun əynində görərdilər. O qədər onu dəyişməzdi ki, hətta paltardan toz tökülərdi. Külək vuranda, meh vuranda ya da ki, sağa sola iltifat eləyəndə, çevriləndə, sağa çevriləndə, sola çevriləndə, sağa toz tökülürdü paltarın çirkliyindən. O qədər yoxsul idi uşaq. Mis'ar, Allah ondan razı olsun, bu zavallı qadına da, övladına da sahib çıxır və bundan sonra uşağın halı düzəlir. Elhamdülillah. Uşaq ən gözəl paltarları geyinir. Elhamdülillah. Atalığı ona çox gözəl baxır. Onu oxutturur. Onu məşayix uləmaya səfər elətdirir. Bu yolda ona pullar xərcləyir. Üstəlik də Mis'arın daha iki övladı dünyaya gəlir. Ummu Şu'bədən, Şu'bənin anasından. Bu etibarla Şu'bənin daha iki doğma qardaşı var. Ana bir, ata müxtəlif. Amma bu iki uşaq, onlar elmə bağlı deyildilər. Ataları kimi, Mis'ar ibn Kidam kimi. Nə də Şu'bə. Onlar atalarında olan digər bir istedad xəttinə, ticarətə meyilli idilər. Və doğrudan da istedadda, yəni göstərir ticarətdə onların o istedadını və uşaqlar ataları kimi çox zəngin tacirə çevrilirlər. İki doğma qardaşı, ana bir, ata müxtəlif. Və bunların tacir olması xeyirli olur. Çünki çox keçmir ki, Mis'ar dünyasını dəyişir. Mis'ar dünyasını dəyişir. Və anası da dünyasını dəyişir Şu'bənin. Şu'bənin anası dünyasını dəyişir. Bir müddət təbii Şu'bə o qədər qənaətli insan olur ki, gözü tox olur ki, heç kimə heç nə müraciət eləmir. Anasından qalan əşyaları bir-bir satmaqla başlayır dolanmağa. Hətta anasının bütün əşyalarını satır və satdığı əşyalarını eləyir, səfərlərə, elm yoluna xərcləyir. Hətta ən axırıcı satdığı anasının tast, bizdə mürəbbə pişirirlər. O tastı belə satır ki, onu da səfərə xərcləsin. Və sonra da elə bir yoxsul hala düşür ki, əlhamdülillah qardaşları onu tapır. Bilirlər ki, bu artıq bir alimdir, hədis alimidir. Hədis yolunda səfərlər edir, hədislər toplayır ravilərdən. Ravilər də nə biləsən kimlərdir? Tabiinlərdir, sahabənin gözlərini görənlərdir. Onlardan hədis toplayır və bu iki qardaş öz doğma qardaşına, ana bir olan qardaşına sahib çıxırlar. İndi Mis'arı bu işi qardaş əvəz edir. Onlar öz mallarından Şu'bəyə xərcləyir və deyirlər ki, ey Şu'bə, əziz qardaşımız, sən yalnız hədis tələb elə. Elm öyrən və öyrət. Başqa işin olmasın. Və başlayırlar nə eləmə? Doğma qardaşlar ona sahib çıxırlar. Allah onlardan razı olsun. Nə gözəl. Şu'bə, qardaşlar, hədis elmində niyə Əmir-ül Müminin ləqəbini almışdı? Ələxüsus seçilən onun məxsus dəsti xətti tədlisə nifrət edərdi. Tədlis nə deməkdir, qardaşlar? Hədis elmində bilirsiniz, bəzilə keçir. O növləri çoxdur. Bir növünü xatırladacağım. Tədlis, yəni müdəllis deyirlər. Misal üçün, bir alim bir şeyxdən, yəni alim burada şagird qəsd olunur, bir alim şeyxindən hədis rivayət edir. Və təbii ki, onun da dərsdən qiyab elədiyi günlər olur. Xəstəlik səbəbi ilə, səfər səbəbi ilə. Qiyab elən gündə o tabiindən birbaşa rivayət elə bilmir axı şeyxindən. Ortaya şagird girir.
qiyab elədiyi günlərdəki hədisləri tələbə yoldaşlarından topluyor. Amma o şərəf var, tabiindən birbaşa rivayət eləmək. Ulu sənəd Rasulullah sallallahu aleyhi ve sellem'e daha yaxın olan isnad, qaynaq. O qaynaq şərəfini itirməməkdən ötürü ortada olan ravi var, tələbə dostu. Onun adını neyir? Zikr eləmir. Əslində deməlidir ki, həddəsənə Mə'mər, şagird. Misal üçün, Səid ibn Cübeyr. Amma şagirdin adını zikr eləmir. Bu cürə tədlisdə onlar neynirlər? Yalancı olmamaqdan ötürü demirlər, əxbarana, mənə xəbər verdi. Çünki yalancı. Demirlər, həddəsənə, mənə hədisi rivayət elədi. Deyirlər ki, məsələn, həddəsənə ravinin adını gətirir. Ortadakı şagirdə çatanda deyir ki, birbaşa şeyxin adını gətirir. Şeyxdən. Ortada neyir? Şagird, vasitəsi olan şagirdin adını tədlis eləyir. Niyə görə? Lihifad ulul isnad. Sənədin ulul mərtəbəsini, yəni Rasulullah sallallahu aleyhi ve sellem'e daha yaxın olmasını qorumaqdan ötürü. Təbii ki, bu da hilədir və gözlə görsənməyən yalan növlərindən biridir. Əmir-i Müminin fil hadis Şuba buna qarşı hərb elan edənlərdən idi. O müdəllisdən heç bir rivayət qəbul eləmirdi. Və müdəllisləri sevmirdi, nifrət edirdi. Hətta deyirdi, in əxirrə minəs-səməy əhəbbi iləyyə min ən udəllis. Göydən şappıltı ilə yerə uçmağım mənim üçün daha əzizdir. Yəni oradan tullasınlar mən hündürdən. Nəinki müdəllisin rivayətini rivayət etməkdənsə. Müdəllis kimdir? Həmin o şagirddir ki, ortada ənədən istifadə edilir. Həddəsənə filan kəs, filan. An keliməsini hədisdə görürsünüz. O anın yerində kimsə var, adı göstərmir, güya ki birbaşa şeyxdəndir. Şək yoxdur ki, rivayət qorunub. Rasulullah sallallahu aleyhi ve sellem sözləridir. Amma bunun bu hərəkəti həmin insanı zəif ravi hökmünə salır. Hərəkətinə görə, əməlinə görə, tədlisinə görə. Aydındır, çünki hilə var. Artıq bu insan thiqa sayılmır. Zayifur ravi, zəif ravi sayılır. Amma hansı zəif ravilərdəndir? Hədisləri mötəbər olan, uydurma olmayan. Yəni, Şu'bə bu cürə ravilər də qəbul eləmirdi, onlardan rivayət eləmirdi və deyir ki, səmadan yerə çırpılmağım mənim üçün daha əzizdir, nəinki müdəllisin rivayətini rivayət etməkdən. Hətta o qədər onlara qarşı hərb elan etmişdi və nifrət edirdi ki, üzr istəyirəm, zina etmək mənim üçün daha yaxşıdır, nəinki müdəllisin rivayətinin sahibi olmaq. Burada nəyə göstərir? Yəni, bu əməlin daha çirkin olmasını. Yəni, dost doğruluğunda, axı bu əmanətdir, axı bu Rasulullah sallallahu aleyhi ve sellem'e rivayətidir. Yəni, həmin günlər qiyab eləmişsən, qismət olmuyor, birbaşa şeyxdən rivayət elə bilməmsən, şeyx ravidir, birbaşa tabiindir. Şagirddən götürmürsən, şagirdin də adını isnada salmalısan. Salmırsan, an deyirsən, an şeyx, birbaşa şeyxdən, o zaman səmadan şappıltı ilə yerə düşməyim daha əzizdir ki, sənin hədisini rivayət eləməkdən. Bu da onu nəyə göstərir? Bu insan, yəni dinin qeyrətini çəkən və onu qoruyub bizə çatıranlardandır. Və buna misal, həmin etibarlı ravilərdən də biri Hümeyd-i Tavil var idi. Bu sahabədə rivayət edir. Ənəsi görüb gözündən. Ənəsdən hədis eşidib. Gəlir, Hümeydi tapır, Hümeyd-i Tavili tapır və onun hədisini dinləyir. Hədis o qədər gözəl olur. Hümeyd-i Tavil bu hədisi Ənəsdən eşidib. Soruşur ki, əsəmi'tə min Ənəs? Şöbə soruşur. Ənəsdən bizzat özün eşitdin. Hümeyd belə şöbəyə baxır və deyir ki, Azunnuhu həkədə. Bəli, mənə elə gəlir. Şöbə üzünü çövürür və bir daha ondan hədis rivayət eləmir. O üzünü çövürüb gedəndən sonra Hümeyd-i Tavil bizi nə deyir şagirdlərinə? And olsun, o Allaha ki ondan başqa ibadət haqqında layiq olan heç bir məbud yoxdur. Bunu Ənəsdən nəinki 1, nə də 3, nə də 4, ən azı 10 dəfə bizzat qulağımdan eşitmişəm. O məni belə sıxandı, mən də ona minnət elədim, sıxdım ki, məndən götürməsin. Yəni, onlar hədisdə qısqanc idilər. Yəni, sən hədisdə imamsan, hüccətsən, hədisin qeyrətini çəkirsən, məndə də ondandır. Mən birbaşa səvahədən görmüşəm, yəni, rivayət eləmişəm.
Yani bu ne gösterir? Yani hadisin korunması, necə bizə çatmasını gösterir. Deməli, qardaşları neynirlər bunun? Anadan bir olan qardaşları ticarete gedirlər. Şu'bə özü savvam, çok oruç tutan idi. Hatta qilə samə dəhran. Hatta onun hakkında rivayet olunur ki, bütün ili oruç tutmuşdu. Fasilesiz. Tabii ki kardeşler bu bizim için hüccet değil. Ama bu insanın yani götürdüğü hayat budur yani. وَكَنَ قَوَّامًا var قَائِمَ اللَّيْلِ var قَوَّام sigatil mübalağa. Kavvam. Ne demektir kavvam? Geceleri hiç yatmayan. İl ərzində geceleri hiç yatmayan. Var qaimul leyl, geceye kalkan. Var kavvam. Var saim, var savvam. Sigatil mübalağa. Şimdi bakın bunun ibadetine, Şu'bənin ibadetine. Deyir, oruç tutmaktan, fasilesiz oruç tutmaktan bir deri bir sümüydü. O kadar araq idi. Ne yerdi? Hamı gedər, mescidin kəndilləri söner, mescid olar zülmət qaranlıq. Bütün gecəni mesciddə ibadət eləyər, tək. Sonra sahura bizim təbirlə doğrusu deməyimiz doğrususa 1 saat belə təqribən götürək qalmış. Bir mini vardı onun uzun qulaq. Minərdi ona, gedərdi evə sahur eləyib, təzdən sübh namazına, əzana qabaq çatardı. Evi də mesciddən çox uzaq idi. Ona görə mütləq mini ilə gedərdi. Şu'bənin halına bax, onun anadan bir olan qardaşların halına bax. Onun anadan bir olan qardaşları çox varlıydı. Varlıydı o. Qızıllar, dinar, dirham, böyük tacirlərdi. Onların ticarətləri üfüqlərə gedirdi, qafilələrlə. Şu'bənin isə əmlaki hamısı, bizim dilə desək, vardatı hamısı 10 dirhama çatmazdı. Təsəvvür edin, 10 gümüş monetə çatmazdı. Bir həsiri var idi, nəinki üzərində yatırdı və yiyəcək, içəcək istifadəsi üçün məhdud qablar var idi. Qab, məsələn, boş qab və su içmək üçün və su tuluğu. Yəni, bunun olan qalanı bu da. Özünü elmə həsr etmişdi. Və hədis elmində, qardaşlar, o zaman, misal üçün, insanlar necədir? Yəni, bir xatib, bir xütbəni ola bilsin ki, bir həftəyə hazırlayardı. Sonra o xütbəni neyərdi? Əzbərləyərdi. Sonra dəfələrlə özünə onu təmtəmə eləyərdi. Sonra çıxıb onu bəlağət ilə, fəsahətlə, möhkəm bir səslə, minbərdə ya kağızlı, ya kağızsız danışardı və insanlar neynəyərdi? Kövrəldib təsirləndirərdi. Düzdürmü? Xatib. Faqih neynəyərdi? Faqih bir məsələni ola bilsin ki, bir aya araşdırardı və ondan böyük nəticələr eləyərdi. İstinbatlar, əhkamlar və o ilə də onun ulduzu parıldayardı. Amma hədis elmdə belə deyil. Mühəddis olmaq üçün ömrün 35-40 ilini verəndən sonra ancaq ondan, yalnız bundan sonra sən olursan mühəddis. Qalan bu 30-35-40 il müddətində o ravidən rivayət götürürsən, əzbərlirsən, o ravidən böyle səfərlər. Bu səbəblə onun öz məişət həyatı xoşbəxt olmayıb. Həyat yoldaşı onun üçün bir uşaq dünyaya gətirir. Uşağın adını Səid, xoşbəxt qoyur. Və deyir ki, Səmmeytu Səidən liyus'idəni fəəşqani. Ona Səid ismini verdiğim Şu'bə deyir. Məni xoşbəxt eləsin, məni bədbəxt elədi. Səbəb də nə olur? Uşaq atasını görmür. Atası hədis ravisi, hədis səfərində. Hədis topluyor. Uşaq sanki atasız böyüyor. Anası da uşağa yani vaxt ayıra bilmir onun belə, çünkü uşağın ehtiyacı var, atası sağ olanda uşağı istəyir atasının yanında olsun. Anası uşağını neynir? İtirir. Hansı cəhətdən? Mənəvi cəhətdən. Uşaq olur avara, özü də pis avaradan. Geceləri yatmayan, cəmaata hücum eləyən, davakar bir avara olur. Hətta elə olurdu ki, bu böyük imam elmə, tədrisə qaydanda məsciddə dərs verirdi. Yüzlərlə, minlərlə şagird dərs dinləyən yerdə birdən onun avara övladı girərdi məclisə və atasına söz qaytarar, onunla söz güləşdirər, hətta üstünə bağırar, hətta pis sözlər danışar. Bəlkə də məclisə girəndə mahnı oxuya-oxuya girərdi. Şu'bədəki başını aşağı salıb, tər tökərdi, utanardı və söyləmişdi ki, Cəəni vələdun səmmeytuhu səidən fəəşqani. Mənə bir övlad gəldi.
Onu Sa'id adlandırdım. Xoşbəxt eləsin məni deyə o məni bədbəxt elədi. Hətta onun məşhur bir sözü var. El-hadis bad'atu el-mefalis. Hadis, yəni elmi ilə məşğul olmaq, bundan da düşmək qadınların bədbəxt payıdır. Qadınların bədbəxt payıdır. Yəni o ildə hədisin qorunan, toplanan, sinələrdə, köksüdə əzbərlənən, bu yolda canından, malından, ailəsindən, hər şeydən olan alimə gələn qadın bədbəxt olmalıydı. Həm ərini əri kimi görmür, tapılmır əri, bütün günü dərs, tədris, səfər, həm də uşaq da atasını görmür, nəticədə yəni ailədə problemlər yaşanır. Və kənə meclis-i şu'bəti meclis-i ilmin və vaqar. Şu'bənin məclisi haqqında xəbər verək. Onun elmi çox vüqarlı, onun məclisi çox vüqarlı elm və irfan məclisi idi. Baxın, görün, onun önündə kimlər otururdu? Şagirdlər. Süfyan-ı-Thəvri. Bəli. Süfyan ibn Uyeynə, onu da götürəcək biz inşallah. İmam Malik şagirddir, qabaqda oturub. Bilirsiniz necə bir məclisdir? Şagirdlər İmam Malik. Şu'bə onların Şeyhül-İslamı, Əmir-ül-Mümin fil-Hadis. Muhammed ibn Zeyd, Muhammed ibn Sələmə. Bunların hamısını həyatımızı götürəcək inşallah. Şu'bənin tərbiyə metodundan Şu'bə hədis danışır. Misal üçün, həddəsənə. Tələbələrdə də lövhələrdir. Və lövhəyə tez sürətlə yazırdılar ki, çatdıra bilsinlər. Və sanki lövhənin üzərinə qarğa dənləyən kimi səslər çıxardırlar. Sürətlə yazmaqdan. Təsəvvür elə şagirdlərin sayı 3000 olsa, hamısı qələmi ilə tıqqıldadır. Niyə? Balaca belə tıqqıldadır lövhəyə. Şu'bə başını qaldırdı, hədisi saxladı. Əyənzilu matar, yağış yağır. Soruşdu onlardan. Hamı səmaya baxdı. Səma tərtəmiz, gömgöy, günəşdə saçır. Qalülə. Dedilər, xeyr. Başa düşmədilər. Şu'bə onlara dərs vermək istəyir, ədəb dərsi. Dedi, həddəsənə başladı, hədisə başladılar. Bunlar yenə də naqra deyirlər də. Yəni, toyuq dimdiyi kimi lövhələrə sürətlə taqqıldatmağa. 1000, 2000, 3000 şagird birdən taqqıldananda lövhəyə, qələmi ilə. Qalə, əyənzilül matar, yağış yağır. Hamı başını qaldırdı yuxarı, günəş yerində, səma boş. Qalə, xeyr. Yenə də başa düşmədilər. Şeyx dedi, həddəsənə və həddəsənə və həddəsənə, yenə də hədis rivayət edir. Bunlar daha sürətlə əməli başda elə bir ki, qarğa məclisidir. Lövhənin üzərində əməli başda səslər çıxır da. Səslərdəki 3-cü dəfə əyənzilül matar, yağış gəlib, yəni yağmur gəlir. Bunlar yenə də başa düşmədilər. Qalu lə, dedilər, yox. Hirsdən dedi ki, vallahi lə uhaddifənnə şəhran illə ə'mə. And olsun ki, bir ay sizə dərs verməyəcəm, hədis görməyəcəksiniz, yalnız kör olana rivayət edəcəm. Əqqablarını geyinir, o boyda nəhəng bir məclisi tərk edir, çıxıb gedir. Bir şagird qaça-qaça gəlir, dalınca gəlir, ya imam, yazıb tək göz-gözdə. Şagird, ya şeyx, hədditci, fə inniliyə nisful ə'mə. Şeyx, mənə hədis danış, çünki mənim bir gözüm kördə xa. Fəddahik, güldü və üzünü çevirib getdi. Mən belə onları cəzalandırmışdı. Şu'bə yoxsulluq yaşayıb dəfələrlə. Ona görə bu etibarla yoxsulluğun, kasıblığın və aclığın nə olduğunu bildiyinə görə yoxsullara qarşı çox həssas idi. Nə qədər həssasdır, misal gətirə bilərsən. Bir dəfə dərsin ortasında məscidə dilənçi girir. Ya talibel əcri, əcərakumullah. Ey əcir istəyənlər, Allah savabınızı versin. Dilənmə növlərindən biridir. Şu'bədə həmin insana sədəqə verməsəydilər, hədis danışmazdı. Mütləq ona sədəqə kimsə verməlidir, o insan rahatlamalıdır, ondan sonra hədisə davam eləyərdi. Çünki özü yoxsul olub, özü ac olub, kasıb olub, aclığın, yoxsulluğun yəni nə olmağını bildiyinə görə kasıblara çox həssas idi. Bir nəfər yenə də dərs əsnasında bir yoxsul girir, dərsin ortasında dilənməyə başlayanda Şu'bə dərsi dayandırır. Bir də görürlər ki, həmin dilənən insan sakitcə oturdu və səsi çıxmadı. Şu'bə təəccübləndi. Soruşdu ki, o niyə davam eləmir, yəni sual etməyi insanlardan. Dedilər ki, Abdurrahman ibn Mehdi söz verdi ki, ona otur, mənlikdir. Çıxanda mən verəcəm sədəqəni. Dərsi mani olma.
Abdurrahman İbni Mehdi nəsib olsa onu da keçəcək. O da böyük hədis imamlarından idi. Yəni şagirdlərdən biri həmin dilənçiyə sən həmən otur, dərsi yarımçıq kəsmə, mən söz verirəm, dərsdən çıxan kimi sənin sədəqən çatacaq. Ondan sonra Şu'bə dərsə yalnız bundan sonra davam etdi. Şu'bənin digər imamlar kimi, ravilər kimi bir peşə sənəti yox idi. Çünki gələcək bəzi alimlər Gundar və Bundar, biri tavan düzəllərdi, evin üstünə tavanlar düzəllərdi, kərpiçlər onları tavanlar bizim dildə desək. Biri küpələr düzəllərdi gildən, var həmçinin ravilərdən Sukkari, biri də qənd düzəllərdi, misal üçün şirniyyat düzəllərdi. Amma Şu'bənin heç bir peşəsi yox idi. Artıq onun qardaşları ona sahib çıxandan sonra o bütün hər şeyini hədisə verdi. Bu səbəblə o bir peşə ilə tanınmırdı. Və bir dəfə onun bu zəngin qardaşlarının birinin başına bir bəla gəlir. İflasa uğrayır, bankrot olur, müflis olur və şəriki, tacir şəriki, onunla ki şərik idi, nə az nə çox onu 17.000 dinar, yəni qızıl, 17.000 dinar, yəni borca salır, müflis edir. Nəticədə bunun qardaşı, Şu'bənin qardaşı həbsə düşür. Və Əbu Cəfər el-Mansurun zamandayıq biz, Abbasi xəlifəsi, həmin o qan tökən, zalım, şiddətli. Amma subhanallah, bu Abbasidir, Abbasi nəslindəndir. Bunun bu şiddəti ilə bərabər elmə və alimlərə böyük bir ehtiramı var idi. Alimlər ondan qaçardılar, ona yaxın durmazdılar, sarayına gəlməzdilər. O da onları istəyirdi ki, saraya yaxınlaşsınlar, yəni ona yaxın olsunlar. Bu səbəblə onlara qarşı çox mülayimləşmişdi. Və Şu'bə yalnız insanların ehtiyacını qarşılamaqdan ötürü hərdən onun dəvətini icabət edər, gedər və xəlifədən bütün kənddəki kasıbların sayı qədər Beytül Məl Müslimindən nəfəqə alar və həmin kəndə paylayar. Bu dəfə yenə də o xəlifəyə məktub yazır ki, ya Əmir-i-Müminin qardaşım, o 7.000 dinar, yəni dinara görə həbsə düşübdür, müflis olub. Xəlifə deyir ki, mütləq bura gəlməlisən. İndi xilafət hardadır? İmam Əlinin vaxtı ikən xilafət seçdiyi bəldədə, Küfədədir. Öməvilərdə haradaydı? Dəməşqdə, Siriyada. Fikriniz fərqlidir. Bunlar Abbasi nəslindəndir. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem nəslindəndir. İbn Abbas və Abbas əmsi sallallahu aleyhi ve sellemin. Gəlir xilafət evinə, xəlifə Beytül Məl Müslimindən 17.000 qızıl dinarı həmin o doğma qardaşının borcunu bağlatdırır və onu həbsdən çıxartdırır. Və bir kisə, 2 dolu qızıl Şu'bə verir ki, "Hâzə lək." Bu isə sənindir. Qalə əmmə ənə fələ. O ki qaldı mənim payım, xeyr. Mən gəldim yalnız qardaşımı xilas eləməyə. Və Şu'bə də qardaşına belə bir şəkildə təşəkkür etmiş, o da ona belə bir şəkildə sahib çıxmışdır. Allah ikisindən razı olsun. Bir dəfə deməli çox şiddətli soyuq olur və Şu'bənin də paltarı xəfif olur. Başa düşür ki, məsciddə ibadət elə bilməyəcək soyuğun şiddətindən. Qərar gəlir gecənin ortasında öz uzunqulağına minib evə getsin. Paltarını biraz qalınlaşdırsın. Təsəvvürlə, bir var sübh namazına yaxın çıxırsan, artıq insanlar oyanır, məscidə gələn, məscidə gedən. Bir də var ki, gecənin ortasında, özdə qış vaxtında. Və yolda gedəndə cavan uşaqlar, avarı uşaqlar bunun yolunu kəsirlər. O uşaqlar arasında onların belə deyək də, avaraların başında olan biri vardı. Əl-Qə'nədi. Avara. Lotu. Yoldan keçəni döyür, çırpır, əlindəkiləri götürür, təhqir edir, ihanət edir, yola salır. Görür ki, bir insan uzun qulaqda gedir. Avaralar deyir ki, saxlayın onu. O uşaqlar Şu'bəni tanıyırdılar. Saxlayırlar onu. Qə'nəbi soruşur ki, mən huva, kimdir o? Qalı Şu'bə. Dedi, Şu'bə. Dedi, Şu'bə nədir? Dedi, Ravul hədis, hədis rivayət eləyən. Qə'nəbi həmin bu patron, uşaqların başında olan. Gəlir, İmam Şu'bəni uzunqulaqdan düşürdür. Düş, aşağı düş. Şu'bə düşür uzunqulaqdan.
Qale ma vazifetuk. Sen peşin işin nedir? Bir loto danışır iki. Qale el hadis. İşim peşem hadis. Hadis ravisiyem. Qale haddifni. Bana hadis söyle. Cemaat yalvarır, minnetle. Sen de hadis söylendi mi o? Qale haddifni. Hadis söyle. Şöyle buna bakır. Bakır görür ki bu insan hadis danışılası insan değil de. Layık değil. Ve susur yüzüne bakır. İkinci defa onun gözlerinin içine bakır. Qale haddifni. Bana hadis söyle. Şöyle ona bakır gözlerinin içine ve ona hadis söylemir. Üçüncü defa bıçak şöbenin boğazının altında olur. Yani bir bıçağı çıkarır, kırtlarına salır. Kale hadisini. Ve illa ya hadisi söyleyeceksen ya kırtlayın girecek. Bu insan zarafet eləmirdi. Avaranı yekesi. Təsəvvürlə bıçaq burada. Şöbə deyir ki, Kale şöbə, haddətəni Mansur an Ribbi'in ibn Hiraş. Haddətəni Mansur an Ribbi'in el-Hiraş an مسعود البدري عن النبي صلى الله عليه وسلم قال إن مما أدرك الناس من كلام النبوة الأولى إذا لم تستحي فاصنع ما شئت. Əməli başa isnadı getirir olduğu kimi. Deyir ki, Şu'bə sənə söyləyir ki, bu hədisi Mansur'dan eşitti. Mansur da Ribbi'il Hiraş'tan, o da Mes'ud-il Bedri'den, o da Allah Resulü sallallahu aleyhi ve sellem'den belə söylediğini çatdırdı. Bizden önceki peygamberlerden de bize çatan bir şey var ki, bütün peygamberler bunu ümmetlerine söylemişler. Həyə etmirsense istediğini elə. Ve illem testahi fasna' ma şi't. Bunu uşaq eşidəndə düzdür bu bıçaq değil ama oxdan beter idi. Sanki ürəyin ortasına girdi, belinden çıktı. Uşaq belə götürdü Qanabi, həmin bu bıçağı. Yerə tulladı, üzünü çövrü getdi. Evə ağlaya-ağlaya girdi uşaq. Həmin bu avara. Və anası təhəccüdə qalxmışdı. Gözlədi anası Salih. Gözlədi anası təhəccüdən çıxanda gəldi, oturdu anasının düz yanına, onun dizlərinə, ağladı, başını qoydu onun buduna və dedi ki, ya ümmə, inni battalun və inni asdiqai battalun. Ey anacan, mən avarayam. Mənim dostlarım da mənim kimi avaradır. Səni and verirəm. Onlardan bir nəfəri bir daha mənim evimə daxil etmə. Oğlum deyir, nə oldu, sən nə baş verdi? Hadisəni danışır. Ana, o kişinin, o alimin sevgisi mənim qəlbimə girdi. Mən də onun kimi olmaq istəyirəm. Qanabi, quldur. Quldurların, gecə quldurların patronu, başında duran, cavan oğlan. Dedi, oğlum, ziyarət elməz. Şeyxin dərs verən yeri məlumdur. Kim gözəl paltarlarını giyin, qusul al, qəşəng dəstəmaz al, elhamdülillah, öz kürrasını götür, bizim dillə desək dəftərini, qələmini, get ondan elm al. Deyir, ana mümkün deyil, o məni tanıdı. O məni gördü. Mən onun üzünə görsənə bilmərəm. Gör, mən neynəmişim. Gör, nə biyavırçılıqdır bu. Dedi, o məni heç görməməlidir. Çünki məni bir dəfə görsə, mütləq görəcək dərsdən. Nə qədər gizlənsən də dərsdə, havası görəcək də, üz-üzə çıxacaq. O məni görsə, mənim keçmişimi biləcək, mən bu, yəni həyasızlığa. Ana, mənə bir yol göstər. Uşaq günlərlə ağlayır. Özünə yer tapa bilmir. Və əlhamdülillah çarəsiz gəldi. Qonşulardan, salihlərdən məsləhət gördülər ki, sən onu başqa bir ölkəyə hicrət elətdir. Orada da şübə dərəcəsində, səviyyəsində bir alim olsun. Bunun çarəsi budur. Soruşdular bilənlərdən, şübə səviyyəsində başqa ölkədə alim var, şübə səviyyəsində. Dedilər, bəli, İmam Malik, İbn Ənəs, İmam el-Mədinə, İmam Dərl-Hicrə. Uzaqdadır, Mədinə hara, Basra hara. Bu hadisə Basradadır, təsəvvürləyin. Basrada, İraq, Mədinə, 1000-dən çox kilometrlər məsafə. Uşaq çox sevinir, bütün hər şeyini götürür, bir dəfəlik hicrət edir, ta ki alim olmağına cəzm verir. Həmin bu uşaq, baxın, həyat necə dəyişildi, Allahu Ekber. Hətta İmam Məlikin bütün şagirdlərini tozda qoyur. Təqvada, elmdə, zuhda, əməldə, əxlaqda. Hətta İmam Malikdən soruşanda, "Məz zuhdu ya İmam?" Zuh nə deməkdir? Qala el-qa'nabi. Zuhd qa'nabidir. Və məl vara', yəni bəs ibadət nə deməkdir? El-vara'.
Allah korusun. Kâle el-qa'nebi. Ve mel haşyetu. Kâle huvel qa'nebi. O dereceye çatır. Ve alimlerden olur. Ecelle alim ve abidlerden olur. Zahidlerden olur. Deyir, indi artıq İmam Şöbənin yanına qayıda bilərəm. Qayıda bilərəm. Həm vətənə qayıdacaq, tarixib. Həm də İmam Şöbənin yanına qaydanda artıq çox keçib illər, ona heç kim tanımayacaq. İnsan dəyişir axı. Uşaq idi, indi artıq böyük kişidir. Böyük şeyxdir. Basraya gələndə İmam Şöbə çoxdan bastırılıb, dəfn olub, artıq çoxdan vəfat edib. Və İmam Şöbədən eşitdiyi yeganə rivayət, vaxtı ikən, avara ikən onu yolda gecə vaxtı kəsdiyi, qaret etmək istədiyi zaman götürdüyü rivayətdir. Nə deyir? Qalə Şöbətu, o gecəni xatırlayır. Həddətən Mansur an Ribdiyyil Hiraş, an Məs'udil Bədri, anin Nəbiyyə sallallahu aleyhi ve sellemə qal, və bu hədis onun qulağındaydı. Bu hədis digər alimlərdə, rivayətlərdə var. Amma Şöbədən yeganə rivayət etdiyi rivayət budur. O da avaralıq zamanında rivayət edilib bu rivayəti. İnne mimmə ədrəkən nəsu min kələmin nübuvvətil ulə İzə ləm təstəhi fəsna' mə şi'tə. Yəni, həqiqətən insanlar, yəni peyğəmbərlərdən varis götürdüyü bir söz vardır. Bütün peyğəmbərlər yəni bunu öz ümmətlərinə təlqin etmişlər. Əgər həya etmirsənsə, istədiyini et. Yəni bu onun ondan Şöbədən eşitdiyi yeganə rivayətidir. Allahu Akbar. Şöbədən insanlar qorxurdu. Niyə görə? Şöbə subhanallah cəlaləti imaməti ilə elə bir məqama çatmışdı ki, Əbu Cəfər Mansur demişdi ki, Şöbə, sənin əmrinə müntəzənəm. Xəlifə buna müntəzəmdir. Kimi əmr etsən onu həbs edəcəm. Harada zındıq görsən, harada uyduran hədis görsən, harada yalancı görsən, əmr et onu içəri salacam. Buna görə Şöbədən qorxurdular. Şöbə bu səbəblə xəlifənin yanına iki səbəblə gedərdi. Bir, bu məsələyə görə və bunun sayəsində, bu şiddət sayəsində o dövrdə hədislər qorundu. İkinci səbəb də fakir fuqaranın haqqını sultandan alıb onlara paylamaq üçün gedərdi. Və təsəvvür bu Şöbənin heybətini, yəni nə badə sən hədis danışacaqsan, hədisin əsli yox, isnadı yox, ya da uydurma, ya da qaçışdırmısan. Şöbə sənə gəlib bir dəfə deyəcək ki, axırıncı dəfə olsun ki, sən hədis danışasan. Desən ki, baş üstə və Allah eləməsin, yenə də danışdın, batdın. Gətirib götürəcəklər gecənin səni, evdən aparacaqlar, həbsə tutulacaqlar. Yəni bu heybəti Allah Taala ona vermişdi Sultan Əli ilə. Yəni a'talahu Əbu Cəfər sək. Əbu Cəfər ona bir yəni fərman vermişdi. Yəni sənin əmrə müntəzəm. Kim özünü yaxşı aparmırsa, deyəcəksən həbs edəcək. Və orada bir alim vardı qardaşlar, zahid, xatib idi, amma hədisdə zəif idi. Qaçışdırırdı, rivayəti qaçışdırdı. Adı Əbən İbn Əbi Ayyaş. Qardaşlar, hədis elmi asan deyil. Yəni hədisi nöqsansız ezbərləyəcəksən, nə bir kəlmə artıracaqsan, nə əksildəcəksən, nə də bir hərəkət, nə də bir şəkil. Üstəlik onu qoruyacaqsan, təkrarlayacaqsan, üstəlik onun ravilərini də ezbərləyəcəksən. Biz o alimləri gördük, Şeyx Abdülmuhsin Abbadı gördük. Şeyx Abdülmuhsin Abbada soruşanda ki, Əbən İbn Ayyaş kimdir? Onun doğum tarixini, ölüm tarixini, həyatını və həyat və yaradıcılığını və halını və hifzini də deyirdi. Yəni yarı yaramır, zəifdir, uydurmadır. Və sonra deyir ki, hədis zəifdir bu insanın ravi olduğuna görə içində. Bu hədis alimlər belədir. İndi təsəvvür edin, bu insan alimlərdən idi, Əbən İbn Əbi Ayyaş. Amma hədis ravisi kimi çox zəif idi. Salih bir kişidən eşitdiyi hədisi Rasulullahın adından rivayət edərdi. Sallallahu aleyhi ve sellem. Salih də kimdir? Onlar salihlərin zamanında yaşayırdı. Basrada da ki kim vardı? Həsən Basri. Və bu Həsən Basri'nin dərslərindən faydalanmışdı. Və dəfələrlə olmuşdu ki, Həsən Basri'nin müdrik sözlərini Rasulullahın adına danışırdı. Bunu da eşidən Şöbə havalanırdı. Dedi, bunu hardan eşitdiniz? İmamda hədisdə. Deyirdilər ki, Əbən İbn Ayyaş. Hava eşitdiniz, deyir bu günləri. Gəlir Əbana deyir ki, Əban, axırıncı dəfə olsun ki, sən Rasulullah sallallahu aleyhi ve sellem adından bir dənə də olsun hədis rivayət eləsən. Vallahi innəkə lə təkzibu alə Rasulillah. Çünki sən Rasulullahın adına yalan danışırsan. Həsən Basri'nin öz müdrik sözünü Rasulullah'a nisbət edirsən. Həsən Basri'nin sözüdür, bildik, müdrik sözdür. Gözəldir, amma hədis deyil axı bu. Dedi, əbşir, baş üstə. Bir də rivayət eləməyəcəm. Vallahi, ya Əbən, bir də Rasulullah sallallahu aleyhi ve sellem adından hədis danışsan, bütün hədis danışmağa qadar eləmişdi. Heç bir hədis danışmayacaqsan. Mən səni ifşa eləyəcəm. Təsəvvür eləyin.
Aban da abid, zahid, savvam kavvam ve hatib, İmam Hatib. Hatta insanlar tarafından sevilirdi, hatta bazı alimler onu sevirdi. İhlaslı kişiydi. O min ehli sünne, ehli sünnedendi, bidat ehli değildi. Sadece olarak herkes hadis alimi, hadis ravisi, hadis imam değil ha, kaçtırır bu insan. Bizde bazı kardeşler, ahi bak gör bu ayet yoksa hadis, hemen söhbət. Ahi, bak bir dənə sən şey danışım, bak gör bu ayet hadisi, ne ayet ne hadistir. Bak hemen şeyler, hemen ravilerden var da söyleyeyim. Ve günlerin bir günü Şu'be hadis eşidir. Bir neferden tutur onun yaxasına bu hadisi kimden eşittin? Deyir, Əbəndən, İbn Əbəyyaş. Hava eşittin, deyir günləri. Gəlir Əban yanına, deyir ki, ya Əbən, inni ilə həddərtuk. Mən səni təhzir eləmişdim. Səndən əhd peyman götürmüşdüm ki, bir daha Rasulullah sallallahu aleyhi ve sellem adından hiçbir hadis danışmayacaksan. Fe inneke le tekzibu ala Rasulullah. Çünkü sen Resulullah'ın adına yalan danışsan, deyir, bir daha tekrarlamayacak imam. Bir defa şans verir. Sonra bir mecliste yeniden bir tane çevrilmiş hadis eşitir. Tutur yakasından. Hardan eşittin? Deyir, Əban İbn Ayyaş. Hava günləri. Qalxır məsciddə, Şu'be deyir ki, ya eyyuhənnəs. فَإِنَّ أَبَانِ بْنَ عَيَّاشِ يَكْذِبُ عَلَى رَسُولِ اللّٰهِ sallallahu aleyhi ve sellem. Ey insanlar, Əban İbn Ayyaş, Resulullah sallallahu aleyhi ve sellem'in adından yalan söylüyor. Üzr istəyirəm. Öz uzunqulağımın sidiyini doyana kimi içmək mənə daha əzizdir, nəinki onunla bir də hədis rivayət eləməyə. Onun heç bir hədisini rivayət eləməyin, ondan heç bir hədis qəbul olunmur. İnsan abid, zahid, hatib, bəlağatli, fəsahatli, amma hədis ravisi deyil, yaramır. Zayıf, ravi zayıf. Neyse, kitabı bağlanır Abanın. Və bəzi insanlara bu fürsətdir. Və Abana məsxərə eləyən, söyən, arxasında namaz qılmayan, daha nələr, kişinin kitabı bağlanır. Kişi elə hala düşür ki, artıq kişi insanlar arasına çıxa bilmir. Tamam. Hətta alimlər gəlir şəfaət edir Şöbən yanına. Həmməd İbn Zeyd kimi. Həmməd İbn Sələmə kimidir ki, ya imam, Aban əhl-i sünnədən də bidat əhlindən deyil axı. İnsan halı elə pisdir ki, insan məscidə də çıxmır, evdən çıxmır, bütün gün ağlayır. Onun adını eşidən gülür, məsxərəyə qoyur, kəzzəb deyir, alçaldır, söyür və s. Həmməd İbn Zeyddən əhd alır. Zamin durursan bir də o hədis danışmayacaq. Deyir, mən zamin duram ya imam. O bir də hədis danışmayacaq. Neyse, gündən bir gün Şu'be rahimehullah cənazədə olur və orada bir nəfər hədis söylüyor. Şu'be hədisi eşidindən də yenə də dəli olur. Tutur yaxasından, hardan eşitdin? Deyir, Əban İbn Ayyaş. Havaq, deyir, günləri. Elə günləri qalxır cənazənin içində. Cəmaat cənazəyə gəlir, meydi təzə bastırıblar. Ya eyyuhənnəs, ey insanlar, fə innə Əban yəkzibu alə Rasulillah. Əban Rasulullah sallallahu aleyhi ve sellem'in adına yalan danışır. Ondan hədis götürməyin. Təsəvvür edin qardaşlar. Allahu Akbar. Və bu hədis bizə belə qorunub gəlib. Halbuki insan yalancı değildi. İnsan qaçışdırırdı. Ənəs ibn Malikin öz sözlərini hədis zənn edirdi. Abu Hureyranın öz hikməti sözünü Rasulullahın sözü zənn edirdi. Bildiniz necə? Rivayetin özü yerindədir. Amma o sözün sahibi sahabənin özüdür. Buna deyirlər mavquf. Əbən deyir ki, qal Rasulullah, qalən Nəbi salsa. Yəni hədis kimi, hədis ravisi deyil. Yəni o qədər şiddət və diqqət var dəysə qardaşlar. Bizim qəhrəman Şu'be kasıblığına rağmen çox səxavətli idi. Çox ürəyi açıq idi. Onun bir qonşusu var idi, qapı qonşusu. Onlar bərabər. İkisi də öz uzun qulağına minər və bir saatlıq yol bizim təbirinə götürək, məscidə gedərdilər. Bir dəfə İmam Şu'be məscidə gəlir və qonşusunu yanında görmür, safın içində. Gəlir qapısını döyür namazdan sonra. Ay kişi haradasın, namazda yoxsan. Aynı bizim kimi elə maşallah. Namaza gəlməyəndə soruşuruq. Sən gelib WhatsAppda, qardaş namazda yox idin. Gəlir evə, qonşusunun qapısını döyür ki, ay kişi namazda yox idin. Deyir, eşşəyim ölüb. Mətə himari. Minim ölüb də, məsafət uzundur xa. Bunlar artıq yaşlı adamlardır. Məsafə əməli uzun. Bəlkə 4, 5, 6, 7 kilometr məsafədir. Deyir, eybi yox. Mən öz minimi sənə verirəm. Bəs sən nə tərə gedəcəksən? Mən də daha bir saat erkən çıxaram. Şeyx fikirləşir ki, bu namazdan qalmasın. O qədər səxavətli olur ki, ürəyi açıq. Öz uzun qulağını verir qonşusuna.
Özü daha 1 saat erken çıxır. Təsəvvürlə bizim təbirinə götürsək adam 1 saat yol gedir. Daha əlavə çıxır. Təsəvvürləyin. Gəlib ora çatsın deyə. Şöbə də o qədər məşhur parlaq bir ulduz idi ki, üzr istəyirəm, onun uzun qulağı da parlaq ulduz idi. Yəni onun uzun qulağını görəndə deyirlər ki, Şöbənin eşeği bu insanda nə gəzir? Bu insanda cahil abiddir. Hamı dedi ki, bəli. Şöbənin eşeğidir. Səhv tanımadınız, düz tanır. Fəxr eləyirdi, eşitirsiniz, hamı eləyirdi, yuxarıda aşağı baxırdı, fərəhlənirdi. Bildiniz necə? Halbuki haqq eləməyib. Yəni bir sözlə deyərsək, yəni onun nömrələri S-class nömrələridir. 000, yəni hamı görəndə deyir ki, nəsə dəhşət bir şeydir. Axırda alimlərdən biri qısqanır. Üzr istəyirəm, varlı salihlərdən biri qısqanır. Yəni bu insan əvvəl heç olmasa namaza gedir, ne bilmirsən nə üçün gedir? Elə uzun qulaqla fəxr edir ki, Şöbənin, bəli, Şöbənin minidir, bəli. Yəni bu niyyəti də xarab oldu hər şey. Və həmin varlı salihlərdən biri gəlir həmin insana, deyir ki, bu kimin minidir? Deyir, Şöbə. Deyir, səndə nə gəzir? Və hekayəni ona danışır ki, məmki öldü, o da özünkünü mənə verdi. Deyir, neçəyə satarsan mənə? Varlı salih deyir ona. İstəyir onu əlindən alsın, la idilə xa. Adam 30 qat qiymət söylür. 30 qat. Yəni, gör kimin maşındır bu? Bilin? 30 qat. Yəni bunun qiyməti, belə deyək də, əgər yəni haradasa bir 6 dirhəmdirsə, o insan 10 dinara istəyir. 1 dinar bütöv qızıl sikkədir. 30 qat istəyir. Təsəvvür edin. Bu varlı salih verir o pulu, alır uzun qalavondan və Şöbəyə qaytarır və şeyx deyir, imam ona vermə, o insan niyyəti də xarab oldu, hər şey də xarab oldu, o eşeği onu yoldan çıxartdı yəni bir sözlə. Fərəhləndi, qururlandı. Ayşə Şöbə həmidən, Şöbə elhamdülillah böyük bir şan sahibi olaraq dünyada yaşadı. Və İmam Thawri'dən soruşanda mən hu əmirəl müminin fil hadis? Süfyan Thawri bilirsiniz, əmirəl müminin fil hadis. İmam Thawri'dən soruşanda möminlərin əmiri kimdir hədisdə? Deyərdi Şöbə və düz söyləyərdi. Şöbədən soruşanda mən huva əmirəl müminin fil hadis? Deyərdi Əth-Thawri. O da düz söyləyərdi. Çünki ikisi də eyni dərəcədə, eyni tabaqada əcillə imamlardandır. Və zamanın 3 parlaq, ən parlaq ulduzuydu. Kimdir o? Şöbə, Süfyan Əth-Thawri və İmam Malik. Bunlar ən parlaq hədis ravi imamlardan idi. Bunların üçü də eyni oxşar hədis rivayət eləsəydi, söhbət bitdi. Buna heç vaxt şək eləmək ki, bu Rasulullah sallallahu aleyhi ve sellem bir zat dilindən çıxan sözdür. Üçü də eyni hədis rivayət eləsəydi. Yəni bu hədis İmam Malikin Muvattasında da var. Süfyan Sövrənin kitabına düşüb və həmçinin Şöbə də bu hədisi rivayət edib. Artıq bu hədis hüccət sayılırdı. Həyatı gözəl olur, illə o övlad atasını bədbəxt edir və hər bir alimin də həyatında bir şəqa və bir səadət vardır. Allah hər birinə rəhmət eləsin və eşitdiyi faydalardan etsin. Hədə və sallallahu və səllim alə nəbinə Muhammed və alə alihi və sahbihi ecma'in.